Azərbaycanda çoxuşaqlı anaların pensiya güzəştləri ilə bağlı qanunvericilikdə dəyişiklik təklif olunub. Sferazın məlumatına görə Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, hazırki qanunvericiliyə əsasən yalnız 5 və daha çox övladı olan analar 5 il daha tez pensiyaya çıxmaq hüququna malikdirlər. Lakin millət vəkili bu normaların dəyişdirilməsinin zərurliyini vurğulayıb. Onun sözlərinə görə ölkədə xüsusilə gənc ailələr arasında 5 uşaqlı ailələrə nadir hallarda rast gəlinir. Buna görə də güzəştin əhatə dairəsinin genişləndirilməsi məqsədə uyğundur. Təklif edirəm ki, 3 və ondan çox uşağı olan ailələrin nümayəndələrinə 5 il daha tez pensiyaya çıxmaq istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun. Qeyd edək ki, bənzər təcrübə bir sıra ölkələrdə artıq tətbiq olunur. Fransa, Polşa və Macaristanda çoxuşaqlı analara əlavə pensiya imtiyazları və vergi güzəştləri verilir. Rusiya qanunvericiliyində isə 3 və daha çox uşağı olan qadınlar pensiya yaşını azalda bilirlər. Bu cür addım Azərbaycanda ailə institutunun möhkəmlənməsinə və doğum səviyyəsinin artmasına dəstək verə bilər.